Sonrası buyurur ki Allah Subhanahu wa Taala inni lekum minhu nezirun mubin. Mən siz Allahın əzabından açıq-aşkar qorxudan bir peyğəmbərəm. Allaha tərəf qaçan insan nədən qaçdığını və kimə qaçdığını bilməlidir. Uca Allah Subhanahu wa Taala bu ayət-i kərimədə bizə insanın kimə tərəf qaçdığını buyurub. Fəfirru ilallah, Allaha tərəf qaçsın. Amma nədən qaçması isə bu ayət-i kərimədə zikr olunmamışdır. İnsanın nədən qaçmasına gəldikdə isə insanın Allahla arasında olan irtibatı, rabitəni, əlaqəni pozan nə kimi şeylər varsa, hansı ki bu şeylər insan Allaha çatdırır, Allahın rizasına yaxınlaşdırır, insan bunların hamısından uzaq olmalıdır. Və bunlar da açıq və həmçinin gizli olan, dinə əks olan əməllərdir. Həqiqətən də bu əməllər, yəni dinə zidd olan əməllər, Allahın dininə, Peyğəmbər sallallahu aleyhi ve sellem gətirdiyinə zidd olan əməllər insanı Allaha tərəf getməkdən saxlayır və Allaha tərəf gedən yolunu bağlayır. Bu barədə də alimlər buyurur ki, Allaha tərəf gedən yolu bağlayan şey ümumilikdə 3 şeyə qayıdır. Birincisi şirk, bu ən şiddətlisidir. İkincisi bidət və üçüncüsü isə günahlardır. Şirkdən xilasın yolu tövhidə yönəlmək, bidətlərdən xilasın yolu sünnəni gerçəkləşdirmək və asişlərdən xilasın yolu isə tövbəni doğru və düzgün etməkdir. Və alimlər buyurur ki, Allaha tərəf qaçan insan özündə 3 şey bilməlidir və bunu elmlə, əməllə gerçəkləşdirməyə çalışmalıdır. Və birincisi o insan bilməlidir ki, kimə tərəf qaçır və qaçdığı yer haradır və həqiqətən də o insan bilsə ki, onun qaçdığı yer Allaha tərəfdir və Allah ki, ucadır, əzəmətlidir, kamildir, həmçinin hər bir şeyə qadirdir, onun yəni intiqamı şiddətli, qəzəbi daha şiddətli. Əgər insan bunları bilərsə, Allahı daha doğru, düzgün tanımış olar. Və ona görə əgər insan nə qədər Allahı daha çox tanıyarsa, Allaha tərəf olan qaçışı da bir o qədər sürətli olar.